Bir dəfə bir qadın Albert Einsteindən soruşur ki, uşağı dahi kimi böyütmək üçün nə etmək lazımdır? O deyir ki, uşağı nağıl oxumaq lazımdır. Bəs sonra qadın soruşur. Sonra isə daha çox nağıl oxumaq lazımdır. Einstein cavab verir və əlavə edir ki, alim üçün ən əsas şey maraqlanmaq və təxəyyüldür. Təxəyyül təkcə alimlər üçün yox, həm də işini yeni və yaxşı üsullarla yerinə yetirmək istəyənlər üçün vacibdir. Məgər bunun kiməsə zərəri dəyib, təxəyyül bəşəriyyətə kömək etmişdir ki, o, qaranlıq əsrlərdən keçərək sivilizasiyanın indiki mərhələsinə çatsın. Baum yazırdı. Təxəyyül bizə buxar mühərriki, telefon, danışan maşını və avtomobilləri ona görə bəxş etmişdir ki, onlar reallığa çevrilməmişdən əvvəl insanlar onları arzu etmişlər. Ona görə də mən əminəm ki, arzular bizim dünyanı daha da inkişaf etdirirlər. Əgər uşaqda təxəyyül varsa, o böyüyəndə də bu keyfiyyəti saxlayır və yaratmaq, ixtira etmək, sivilizasiyanı irəli aparmaq xüsusiyyətlərinə malik olur. Təxəyyül üçün yeganə qayda var. Sizin xəyalınızda canlandırdığınız hər şeyi düzəltmək olar.